Dostlar, yenidən sizi salamlayıram. Yenə də öz avtomobilim BMW F02. Bugünkü mövzu multimedia sistemidir. Bildiyiniz kimi bu günləri bir çox avtomobillərdə CarPlay sistemi gəlir və çox rahat bir vasitədir. Çünki CarPlay'da Waze var, başqa bir xəritə proqramları var. Bunlar bu günləri bizim işlərimizi, vaxtımızı qənaət edir. Çünki harasa gedən zamanı hər zaman bu Waze-i qoşuruq və izləyirik ki, yolda nə baş verir. Hər hansı bir yolda tıxac varsa, çalışırıq ki, alternativ bir yol tapaq və başqa bir yolla gedək. Və bu proqramlar bizə çox köməklik göstərir. Beləliklə, avtomobilə modulyator quraşdırmışam, CarPlay modulyator quraşdırmışam. Fikirləşdim ki, əvvəldən dedim ki, buna Android monitor quraşdırım. Sonradan fikirdən imtina etdim. Çünki Android monitor uzun müddət işləmir. 1-2 ildən sonra obnovleniya istəyir, nəsə sıradan çıxır. Bir də görsən ki, maşını xodladın, sadəcə qara ekran gəlir və o işləmir. Fikirləşdim, dedim, lütfü, mən buna modulyator quraşdırdım. Çünki modulyator ola-ola zavodskoy sisteminə də obratla geriyə qayıtmaq olar və çox rahat bir şeydir. Gəlin sizə göstərim, bu əslində nətərdir. Baxın, görün. Bu bizim CarPlay'imiz. Buradan menü knopkası var. Basıb saxlayırıq və yenidən keçirik öz CIC köhnə sisteminə. Yenidən 4 saniyə basıb saxlayırıq. Keçirik CarPlay'a. Gördüyünüz kimi burada ikonkalar var. Bu ikonkalarla idarə etmək üçün bu şaybadan istifadə edirik. Bax belə. Keçirik. Nə lazımdırsa burada istifadə etmək olar. Keçirik Waze-ə. Gördüyünüz kimi Waze bizim dəqiq olan yerimizi göstərir. Çox dəqiq. Və əsas məsələ odur ki, bu sistem çox cəld işləyir. Cəld. Yəni, donma söhbəti yoxdur bunda və mənim üçün çox xoş olan bir şeydir. Bunun quraşdırma vaxtı deməli prosesi hardasa 1 saat vaxt çəkir. Yəni, bilən adam üçün, bilməyən adam üçün bir balaca uzun prosesdir. Biz əvvəlləri belə bir sistemi quraşdırmışıq naparnikimlə başqa avtomobillərə. F10-a da quraşdırmışıq, F02-yə də. Sadəcə burada əvvəlləri olmurdu. İndi bilmirəm, bizdə Bakıda belə bir şey var, bu günləri yoxdur. Amma görmüşəm ki, kimsə quraşdırıb, elə bir şey quraşdırıb. Buna oxşayan bir modulyator olub. Sadəcə fikrə gəldim ki, dedim, özüm eləyim bunu. Çünki bu işin içindəyəm. Və çox uğurla işimiz tamamlanıbdır, alınıbdır. Belə. Kimin istəyi olsa, belə bir modulyatoru F10-a, F02-yə quraşdırmaq istəsəniz və yaxud başqa bir F-seriyalarını quraşdırmaq istəsəniz, biz sizə köməklik göstərə bilərik. Həm quraşdırmada, həm də ki, bunu sifariş etməyə. Salamat qalın. Paka-paka.